Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmət həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, saadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqına, millətinin mənəvi siması, genofondudur desək, səhv etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, Tərtər rayon asfalt zavodun müdiri Vəli Albəndovdur. Vəli müəllim öz işinin peşəkarı bir insandır. Dosta, tanışa, maddi vəziyyəti yaxşı olmayan ailələrə, şəhid və qazi ailələrinə hər zaman maddi və mənəvi dəstək olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübə qabiliyyətləri olan istedad sahibidir. O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Vəli müəllimin böyüklüyü onun sadəliyində, insanlara insani münasibətindədir. Biz də öz növbəmizdə redaksiyamız adından öz işini vicdan və ləyaqətlə icra etdiyi üçün Vəli müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.